Rusiya mediasında və Ermənistan mediasında hazırda monitorlarda izlədiniz. Biz təqdim etdik Ağda Siyasi Forumunda Prezident İlham Əliyevin çıxışlarının əks-sədasına dair məlumatları. Çünki çıxışlar artıq 2 gündür ki, çox böyük əks-səda doğurub və məhz bu cür əks-səda da qlobal manşetlərdə öz yerini alıb. Və əlbəttə ki, bu çıxışlara Avropa mediasında xüsusi yer ayırıb. Çünki Azərbaycan Avropanın enerji tərəfdaşıdır. İndi bizim rejissorumuz məhz Reuters'dən başlıqları ekranlara gətirdi. Reuters agentliyinin saytında Azərbaycan Avropa İttifaqının qaz dəhlizinin genişləndirilməsi ilə bağlı maliyyə məhdudiyyətlərini yenidən nəzərdən keçirməyə çağırır sərlövhəli məqalə paylaşıb və agentlik qeyd edib ki, Prezident İlham Əliyev Avropa İnvestisiya Bankının faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini tam dayandırdığını da diqqətə çatdırıb deyə açıqlama gəldi. Və rejissorumuzdan xahiş edəcəm digər bir başlığı da diqqətə çatdıraq, monitorlara verək. Bəli, gəldi. Belə ki, Belarusun Belta Dövlət İnformasiya Agentliyinin materialına dövlətimizin başçısının USAID-in qanunsuz fəaliyyəti ilə bağlı fikirlərinə geniş yer verilib. Görürsünüz ekranlarda. Moldovanın nüfuzlu Noy xəbər portalında da Rumun və Rus dillərində dərc olunan məqalədə sülh sazişinin imzalanması perspektivlərinə dair dövlətimizin başçısının fikirlərinə geniş yer ayrılıb. Daha sonra növbəti rejissorumuza xahiş edəcəm. Bəli, növbəti başlıqları görürsünüz. Çox sayılı başlıqlar var burada. Rumıniyanın Agerpress başlığı saytında bir çox məsələlər yer alıb. G4 Media, Bursa, Income, Stiri Presuri, Profit, Capital, Flux 24 və digər xəbər saytlarında Prezident İlham Əliyevin qaz alqı-satqı müqavilələri və maliyyə problemlərini, modellərini daha doğrusu yenidən nəzərdən keçirilməsi barədə fikirləri məhz qeyd olunub. Bolqarıstanın BTA, yəni Beta Milli Xəbər Agentliyi, Dnevnik 5 Minutu News nəşrləri, BNT 1 Milli Televiziya kanalında da Azərbaycan və Gürcüstanla əməkdaşlıq barədə çıxışından yazılar yazılıb və vurğulanır ki, Bakı alternativ ixrac bazarları axtarmağa hazırdır. Bəli, məhz Avropa mətbuatında ayrı-ayrı Avropa ölkələrində hansı başlıqlar manşetlərə çıxarılıb, onları diqqətə çatdırdıq. Bir daha qeyd edək, Agerpress'dir, Stiri Presuri'dir, Profit'dir, News'dur. Bunlar həm qərbi, həm şərqi Avropa ölkələri daxil olmaqla bir çox Avropa ölkələrinin başlıqlarında, manşetlərində yer almışdı.